Salam əziz dostlar, bugün biz məntiqdən yeni bir dərsə başlayırıq. Təfəkkür haqqında danışacağıq. Təfəkkür insanın digər canlılardan üstünlük əlamətidir. Biz digər canlılardan fərqimiz budur ki, biz düşünürük, təfəkkür eləyə bilirik. Digər canlılar, məsələn, qoyun, inək, bunlar düşünmürlər. Biz o cəhətdən qoyundan, inəkdən və digər heyvanlardan üstünük. Bu barədə danışacağıq. Canlı dedikdə biz zooloji mahiyyət nəzərdə tutulacaq. Yəni bugün o canlılar ağlımızda nə gəlir? Mən, sən və yaxud qoyun, inək bunlar. Qeyd etmək lazımdır ki, insanda olan təfəkkür prosesi fitri və qeyri-ixtiyari bir işdir. Yəni mən təfəkkür prosesi ki məndə gedir, bu mənim özümdən asılı olan bir məsələdir. Bu bizim fitrətimizdə, yaradılışımızda qoyub, o öz öxarı ilə gedir. Amma onu gücləndirmək, onu zəiflətmək bizim əlimizdədir. Təfəkkür etmə belə deyək, potensialı bizə verilib, bu təfəkkür prosesi bizdə gedir. Amma onu işlətmək, onu hansı cür zəif işlətmək, güclü işlətmək isə bizim öz ixtiyarımızdadır. Ona inkişaf və dinamiklik bağışlamaq, yaxud zəiflətmək və yaxud məhv etmək nə öz ixtiyarı olan, bizim öz ixtiyarı işlərdən biridir. Yəni, təfəkkür prosesinin özü düşünmək, düşünən varlıq olaraq Allah bizi yaradıb. Düşünən varlıq olaraq. Başqa varlıqlar kimi yox. İndi o düşünmək potensialını bizə verib, biz isə nə edirik? O düşünmək potensialından nə qədər istifadə edirik? Nə qədər onu düşünürük? O artıq bizim öz ixtiyarımızdadır, öz işimizdir bizim. Təfəkkür insanın üstünlüklərindən hesab olunur. Yəni biz təfəkkür eləyiriksə və təfəkkür xüsusiyyətinə malikiksə, biz digər canlılardan mütləq üstünük. Təfəkkür etməyən canlılardan. Məsələ budur. Ona görə də düşüncə qabiliyyəti mənasını verən natiqiyyət insanı digər canlılardan ayıran növ fərqi hesab olunur. Biz məsələn insanın tərifində deyiriksə insan natiq canlıdır, düşünən canlıdır. Natiq yəni düşünən. Natiq danışmaq mənasındadır lüğəti mənası. Amma burada danışmaq nəyin ifadəsidir? Düşüncənin ifadəsi. Düşüncəni ifadə etmək deməkdir də. Düşüncələrini mübadilə edirsən, başqası ilə bölüşürsən, düşüncələrini deyirsən başqasına. Bu danışmaq düşüncə üçün bir belə deyək, aparıb gətirmə rolu oynadığı üçün ona görə bir natiqiyyət həm danışmağa, həm də düşüncəyə deyilir. Bu natiqiyyət bizim məntiqdə keçəcəyik, tərif bəhslərində keçəcəyik ki, insan düşünən canlıdır. Düşünən və yaxud natiq canlıdır, belə deyək. Natiqlik həmin insanı öz növlərindən, insan hansı cinsə aiddir? Canlı cinsinə aiddir. Canlının nə qədər növləri var? İnək, qoyun, dana, filan, 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 düzdür ya yox? Həmin o inək, qoyun, danadan bizi ayıran bir xüsusiyyət nədir? Natiqiyyətdir. O natiqiyyət bizə qoyundan, inəkdən üstünlük bəxş edir. Elə buna görə də deyir, düşüncə qabiliyyəti mənasını verən natiqiyyət, yəni danışmaq və yaxud düşünmək insanı digər canlılardan ayıran növ fərqi adlandırılır. Növ fərqi hesab olunur. Növ fərqi terminin mənası gələcək bəhslərdə deyiləcək. Terminlərin bu heç öz yerində. Yəni, bizim İslam filosofları insanın düşüncə qabiliyyətini natiqiyyət adlandırıblar. Düşüncə qabiliyyəti. Ola bilər, məsələn, bir adam danışa bilmir, laldır. Amma o demək deyil, o düşünən deyil. O natiq deyil. O da öz ifadələrini, düşüncələrini başqa yolla digərlərinə nə edir? Çatdırır. Danışmasa da belə əl işarələri ilə, ayaq, nə bilim, göz işarələri ilə başqalarına çatdırır. Bu natiqiyyət insanı digər canlılardan üstün qılan bir xüsusiyyətdir ki, həmd olsun Allah'a ki, Allah Teala bizi bu cür yaradı. Elhamdülillah. Sağ olun.